Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz hər il olduğu kimi, yəni həmişə bunu hazırlayırıq və bugün də istədim bu salatı sizlə paylaşım. Bu təbii ki bilirsiniz tısvağa salatıdır, adlanır bu. Deməli əziz izləyicilər, bu salatı mən həmişə yeni ildə və Novruz bayramında hazırlayıram. İndi qarşıdan da Novruz bayramı gəlir, həmçinin Ramazan ki bayram bir-birinə qarışır və bu salatı mən həmişə hazırlayıram çünki o qədər çox sevirəm və istədim sizinlə paylaşam. Deməli bunun üçün bizə nələr lazım olacaq? Bu salat lay olur da, belə deyək. Deməli bunun üçün bizə lazım olacaqdır soğutma pişmiş kartof, Holland pendiri, yaşıl alma. Buna xüsusən yaşıl alma gedir. Digər almalar töhməyə ehtiyac yoxdur çünki o qaraldır. Bu yaşıl alma ağ qaldığından salatı qaraltmır. Ona görə yaşıl alma həm də turş olur. Yumurta, baş soğanı bax beləcə xırda doğramışıq. Müəyyən insanlar deyir ki, salata soğan getmir, ancaq salat bizə ruslardan zaddan gəldiyindən belə deyək də, ruslar həmişə içinə soğan töküblər. Toyuğun döşətdi, bax gördüyünüz kimi belə soğutma bişib və didilibdir və qoz ləpəsi. Təbii ki də duz, iod, zövqə görə və mayonez lazım olacaqdır. Deməli buna 7 dənə ərzaq lazım olur. Qoz ləpəsi, soğan, toyuğun döşəti, yumurta, Holland pendiri, kartof və alma. İndi başlayırıq bunları hazırlamağa. Deməli əziz izləyicilər, belə bir qab qoyuruq və belə bir tort qabıdır. Bunda hazırlayacağıq və sonra da açıb içindən çıxardacağıq. Almamızı da, yaşıl almamızı da gördüyünüz kimi belə xırda doğradıq və mayonez lazım olacaqdır. Mayonezimizi isə bax belə bir qaba töküb setqa salacağıq. İndi başlayırıq ilk öncə kartofumuzu sürkəşdən keçirtməyə. Birinci layımız kartof olacaqdır bizdə. Beləcə ilk öncə kartofumuzu sürkəşdən bax bu şəkildə beləcə keçirdirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax kartofumuzu beləcə sürkəşdən keçirdik və hər tərəfinə yayırıq ki beləcə olsun. Əziz izləyicilər, gördüyünüz kimi kartofumuzu belə yaydıqdan sonra üzərinə duz əlavə edirik və onu da qeyd edim ki, kartofa duzu çox vurmaq lazımdır ki, kartofda biraz tam olmur deyə da, yəni soğutma bişəndə. Ona görə duzunu biraz çox edirik. Belə. Və mayonezimizi götürüb, bax belə hər tərəfinə yayırıq. Bunu setqa qoyduq. Beləcə. Elədikdən sonra toyuğun döşətindən beləcə hər tərəfinə tökürük. Belə. Bütün hamısını tökdük. Yenə də beləcə hər tərəfinə yayırıq və zövqə görə bir balaca yenə də duz əlavə edirik. Ümumiyyətlə toyuğumuz bişəndə də duzlu olmuşdu. Yəni duz suyunda soğutma bişirəndə duz eləmişdik. Və yenə də mayonezləyirik. Bax belə. Hər tərəfini
mayonezlədik. İndi deməli arasına bir ədəd qoz ləpəsi edirik. Buna xüsusi tam verir qoz ləpəsi. Belə. Yedirik ki, hər tərəfinə və üzərindən bir ədəd pendirimizdən əlavə edirik. Yəni belə deyək də, sürkeşdən pendirimizi keçirdirik. Deməli əzizlərcə gördüyünüz kimi bax beləcə keçirdikdən sonra yenə də üzünə bir damcı mayonez əlavə edirik. Belə. Və soğanla almamızı bir edəcək. Bax beləcə soğanla da almamızı tökürük. Hər tərəfinə. Soğan buna xüsusi tam verir, soğanla alma. Çünki biri acı, biri belə deyək də turşa şirin. Ona görə çox gözəl tamı çıxır. Soğanımızı tökdükdən sonra bax belə doğranılmış almamızı əlavə edirik. Hər tərəfinə. Bitdikdən sonra biraz da bundan belə hər tərəfinə yayırıq. Və yenə də nə deyək, mayonez deyirik. Və artıq istədiyimiz salatın tamını qoxusu gəlir. Bir balaca da zövqə görə duz əlavə edirik. Və yumurtamızı yenə də sürkeşdən keçirdirik. Yəni qalan yumurtamızı. Axırıncı layımız olacaqdır. Biraz da üzərinə pendirdən, qozdan əlavə edəcəyik. Beləcə hər tərəfinə yumurtamızı edirik. Deməli əzizlərcə gördüyünüz kimi yumurtamızı da elədikdən sonra üzərinə duzumuzu əlavə edirik. Və yenə birazca mayonez. Mayonezimizi də edib hər tərəfinə. Bax gördüyünüz kimi mayonezimizi də etdik. Birazca qalan qoz ləpəsindən belə hər tərəfinə gəzdiririk. Belə. Və qalan bir damcı pendirimizi də belə üzərinə gəzdiririk.
Deməli əziz izləyici, gördüyünüz kimi pendirimizi də belə gəzdirdikdən sonra buranı açırıq və qabımızı beləcə çıxardırıq. Gördüyünüz kimi. Və artıq demək olar ki, salatımız hazırdır. Baxın, görün necə gözəl bir salat alındı. Bir də gözəl dısvağa salatıdır. Həm dadı gözəl, həm də özü çox gözəl alınır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.